Bu yola baxanda indi hər şey adi görünür. Hərəkət var. Maşınlar keçir. Yol açıqdır. Hətta təmir bərpa işləri də gedir. Amma 2022-ci ilin dekabrında eyni mənzərəni görmək mümkün değildi. Xankəndi-Laçın yolunun bu hissəsi indi sakitdir bugün. Amma bu sakitlik buradan keçmiş prosesin nəticəsidir. Yol bir müddət təkcə nəqliyyat xətti deyildi. Bu yol üzərində real vəziyyət dəyişirdi və bu dəyişiklik göz önündə baş verirdi. Bu ərazi hazırda boşdur, amma 2022-ci ilin dekabrından etibarən burada fasiləsiz aksiya keçirilirdi. Aksiya Azərbaycan tərəfinin Qarabağ ərazisində yerləşən faydalı qazıntı yataqlarında monitorinq aparmaq istəyinin qarşısının alınmasına sonra başladı. Və bundan sonra ekofəallar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllülər Laçın yolu üzərində dinc etiraza başladılar. Qısa müddət ərzində aksiya fasiləsiz növbə sisteminə keçdi və ərazi gecə-gündüz fiziki olaraq nəzarətdə saxlanıldı. Azərbaycan dövlət qurumları Qarabağ ərazisində qanunsuz istismarla bağlı monitorinq aparmaq istəyəndə onların qarşısı alındı. Bu hadisə sadəcə texniki maneə deyildi. Bu dövlətin öz ərazisinə daxil ola bilməməsi idi. Bu məqam artıq situasiyanın real vəziyyətini açıq şəkildə göstərdi. Çünki söhbət yalnız ekoloji yoxlamadan getmirdi. Söhbət dövlət nəzarətinin faktiki olaraq məhdudlaşdırılmasından gedirdi. Və məhz bu nöqtədən sonra proses yola çıxdı. Laçın yoluna. Amma fakt odur ki, aksiyadan əvvəl baş verənlər bir neçə günün içində yaranan vəziyyət deyildi. Bu proses daha əvvəl başlamışdı və konkret hadisələrlə bağlı idi. 2022-ci ilin sonlarına doğru Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərgold şirkətinin əməkdaşları Qarabağ ərazisində yerləşən faydalı qazıntı yataqlarına baxış keçirmək üçün həmin əraziyə getmişdilər. Söhbət əsasən Qızılbulaq və Dəmirli yataqlarından gedirdi. Bu yataqlarda uzun müddətdir ki, qeyri-qanuni istismar aparıldığı ilə bağlı məlumatlar var idi. Rəsmi məqsəd monitorinq idi. Yəni, ərazidə nə baş verdiyini yerində yoxlamaq, istismarın həcmini və təsirini qiymətləndirmək. Bu məqsədlə Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingenti ilə əlaqə saxlayaraq həmin ərazilərə giriş üçün razılıq əldə etmişdi. Sülhməramlıların qərargahında bizim əsas problemlərimizdən biri olan ətraf mühitinə bağlı Dəmirli və Qızılbulaq yataqlarının işlənməsi ilə, qeyri-qanuni işlənməsi ilə əlaqədar bizim hazırlanan yol xəritəsi monitorinqin keçirilməsi və qiymətləndirilməsi, ətraf mühitə vurulmuş ziyanın ölçülməsi, ona əlaqədar təkliflər verildik və ümid edirik ki, sabahdan biz işlərimizi davam etdirəcək. Hələ ki, bu qədər. İlk mərhələdə bu giriş qismən mümkün oldu. Azərbaycan nümayəndələri əraziyə daxil oldular və ilkin baxış keçirdilər. Amma bu proses uzun çəkmədi. Я тоже все читаю, все вижу. Это идет, дискредитация. Генерал, когда мы садимся, наши машины, мы предоставляем, сколько вот вы никаких военных
и деятели. Вам список дали, что там не фигурирует Мне какой-то никто военный. не дали. Как Азержик должен был перейти. Не дал ничего. 5 человек. Никаких списков не было. Гуманитаризм 3 месяцев. Экологии. Только гражданские люди, имеющие отношение к делу. Товарищ Всё. генерал, мы тоже гражданские. Нет. Нет. Мы имеем право. Господин генерал, хотя бы протокольно не будет, товарищ генерал. Товарищ генерал, нет. Это очень важно, понимаете, это мы имеем право ехать сюда. Все. Gelin. Извините. 5 nefer getirdik biz. Товарищ генерал-майор, ну, получается, что- миротворческий контингент превышает свои полномочия. Növbəti günlərdə eyni əraziyə yenidən daxil olmaq cəhdləri zamanı Azərbaycan nümayəndələrinin qarşısı alındı. Yerli erməni qrupları tərəfindən etirazlar təşkil olundu və faktiki olaraq monitorinq prosesi dayandırıldı. Bu artıq texniki çətinlik yox, fiziki maneə idi. Bu hadisə Azərbaycan tərəfində ciddi narazılıq yaratdı. Çünki məsələ sadəcə ekologiya ilə bağlı yoxlama deyildi, söhbət dövlət qurumlarının öz ərazisinə daxil ola bilməməsindən gedirdi. Bundan sonra hadisələr sürətlə inkişaf etməyə başladı. Ekologiya Nazirliyinin əməkdaşları ilə yanaşı media nümayəndələri də bölgəyə getdi. Bakın ermeni maşınları rahat şekilde buradan geçir gelir. Ermeni maşınlarıdır. Не мешайте. А в чем это? Azərbaycan jurnalistləri və ictimai fəallar həmin ərazilərdə baş verənləri yerində göstərmək, faktları sənədləşdirmək üçün Laçın yoluna istiqamətləndilər. Onlar konkret olaraq həmin yataqlarda fəaliyyət göstərən şəxslərlə, bu prosesə nəzarət edən qurumlarla və sülhməramlı kontingentlə əlaqə qurmağa çalışırdılar. Məqsəd aydın idi: baş verənlərin şəffaf şəkildə göstərilməsi. Почему мешали? Onların bu suallara hiçbir cevabı yoktu. Amma bu mərhələdə də eyni vəziyyət təkrarlandı. Media nümayəndələrinin və fəalların həmin ərazilərə keçidi məhdudlaşdırıldı. Onların qarşısı alındı və faktiki olaraq əraziyə çıxış mümkün olmadı. Где ваш генерал? Где ваш командующий? Bu hadisələr artıq təkcə bir qurumun problemi kimi yox, daha geniş məsələ kimi qəbul olunmağa başladı. Bundan sonra Laçın yolu üzərində fiziki mövcudluq ideyası ortaya çıxdı. Я еще раз говорю, это территория российского миротворческого контингента, согласно трехстороннему заявлению. Я вас попрошу покинуть пост. Мы просим, чтобы господин Волков ответил на наши вопросы. Мы ждем его. Мы ждем его. Və 2022-ci il dekabrın 12-si. Azərbaycan ərazilərində yerləşən faydalı qazıntı yataqlarına çıxışın məhdudlaşdırılması burada fiziki dayanmanın başlanğıcına çevrildi. İlk olaraq kiçik qrup şəklində başlayan bu iştirak qısa müddət ərzində davamlı prosesə çevrildi. İlk günlərdə sadəcə etiraz idi, amma çox tez aydın oldu ki, burada baş verənlər daha uzun müddətli olacaq. İnsanlar təkcə gəlib getmirdi. Onlar qalırdı. Azerbaycan milleti koruyacak serveti. Azerbaycan milleti koruyacak serveti. Azerbaycan ayağıdır, servetine dayağıdır.
Məsələ ilk baxışda sadə görünürdü, amma əslində daha böyük idi. Çünki söhbət təkcə ekologiyadan getmirdi. Bu, eyni zamanda suverenlik məsələsi idi. Ərazilərdə yerləşən Rusiya sülhməramları faktiki olaraq bu prosesin içində idi. Onların nəzarətində olan ərazilərdə qanunsuzluq baş verirdi. Bu isə real vəziyyətlə hüquqi status arasında fərqin olduğunu göstərirdi. Yoldan keçən bəzi avtomobillər üçüncü ölkə vətəndaşlarının həmin əraziyə daxil olması, müxtəlif yüklərin daşınması ilə bağlı yayılan görüntülər və məlumatlar da bu sualları daha da artırırdı. Bu faktlar yalnız sosial şəbəkələrdə yox, rəsmi açıqlamalarda da qeyd olunurdu. Azərbaycan tərəfi bildirirdi ki, nəzarətsiz hərəkət və fəaliyyət davam edir və bu qəbul edilə bilməz. Azərbaycan tərəfi deyirdi, bu ərazilər bizimdir və orada nə baş verdiyini bilməliyik. Bu normal tələb idi. Amma eyni vaxtda beynəlxalq mediada başqa cür danışılırdı. Bəzi kanallar və təşkilatlar bunu humanitar problem kimi göstərirdi. Blokada deyirdi. The Lachin corridor has been blocked by Azerbaijani troops, resulting in severe shortages of Tensions have escalated once again in recent weeks as a result of a blockade on the only road that links Nagorno-Karabakh to Armenia. Azərbaycan isə deyirdi ki, yol bağlanmayıb, keçid var. Humanitar daşımalar davam edir və məqsəd sadəcə qanunsuz fəaliyyətin qarşısını almaqdır. Beləliklə, eyni hadisə iki fərqli baxışla təqdim olunurdu. Bir tərəf bunu humanitar məsələ kimi göstərirdi, digər tərəf isə nəzarət və suverenlik məsələsi kimi izah edirdi. 12 dekabr ekoloji aksiyanın ilk günü biz könüllü yoldaşlarımızla Şoxan kəndi yolunda keçirilən aksiyaya gəldik. Burada bizim hamımız bir məqsəd ətrafında toplaşmışdıq. Məqsədimiz o idi ki, Azərbaycanın faydalı qazıntı yataqlarının istismardan qorumaq və bunu gələcək nəsillərə doğru şəkildə çatdırmaq idi. Çünki bizim Azərbaycan vətəndaşı olaraq həm şəxsi hissimiz, həm də vətəndaşlıq borcumuzdur ki, öz təbiətimizi qoruyaq və ona sahib çıxaq. Biz bura gəldiyimiz ilk gündən etibarən hava şəraiti soyuq idi, lakin bu soyuq bizə mane olmurdu. Bizim hamımız bir mövqedən çıxış eləyirdik və beləliklə ekoloji aksiyanın fəal iştirakçıları idik. Sev necə seviyorsan! Sev necə seviyorsan! Sev necə seviyorsan! Sev necə seviyorsan! Aksiyanın miqyası günü-gündən böyüməyə başlamışdı. Hər gün əraziyə gələnlərin sayı artırdı. Ən çox gələnlər isə gənclər idi. Bu diqqət çəkən məqam idi, çünki prosesin əsas yükünü məhz onlar daşıyırdı. Onlar gəlirdi və qalırdı. Burada əsas məsələ gəlmək deyildi, qalmaq idi. Bir nəfər gedirdi, digəri gəlirdi. Amma yol boş qalmırdı. Bu artıq adi aksiya deyildi, çünki bu növbə idi. Bu növbə təsadüfi qurulmamışdı. Bu prosesin davam etməsi üçün yaranmış təbii mexanizm idi. Əgər bu növbə olmasaydı, bu qədər uzun müddət davamlı fiziki mövcudluq mümkün olmazdı. 17 yaşında aksiyaya qoşulmuşdum. Aksiyanın ən az yaşlı iştirakçılarından biri idim. Aksiya müddətində biz 138 gün boyunca öz haqlı tələblərimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırdıq və biz buna da nail olduq. Aksiya müddətində biz xalqımızdan daima dəstək görürdük. İstər sosial mediada, istər isə öz çevrəmizdə. Lakin bütün bu dəstəklərin fövqündə biz ən böyük dəstəyi ölkənin ən yüksək tribunasından, Cənab Prezidentdən mənəvi dəstək olaraq gördük. O, yerli jurnalistlərə verdiyi müsahibədə oradakı gənclərlə qürur duyuram söyləyərək bizə doğrudan da böyük bir stimul verdi. Burada olan gənclər biz bu dəstəyi hiss etdik və daha da möhkəm, daha da əzmli dayandıq. Şuşanın hava şəraitinə yəqin ki, bələdsiniz. Burada hava tez-tez dəyişir. Bir gün külək əsir, bir gün yağış yağır, lakin dəyişən hava şəraiti bizə qətiyyən təsir etmirdi. Bizim əzmimizi, əzmkarlığımızı qətiyyən sındırmırdı. Biz bir daha bütün dünyaya sübut etdik ki, Azərbaycan gəncliyi olaraq biz dəyişiklik yaradan gəncliyik. Biz sadəcə düşünmürük. Biz icra edirik və müdafiə edirik.
istər öz milli mənəvi dəyərlərimizi, istərsə öz təbii sərvətlərimizi, istərsə bütün bizə aid olan nemətləri və sərvətləri. Şüarlarımızdan biri belə səslənirdi: Azərbaycan ayaqdır, sərvətinə dayaqdır. Mən əminəm ki, biz bütün dünyaya göstərdik ki, Azərbaycan gəncliyi bunu bacardı. Mən bir il öncə Azərbaycan gəncliyini dostlarımla birlikdə UNESCO Gənclər Forumunda təmsil edərkən, dünya dövlətləri orada hələ indi başlayırlar söyləməyə ki, dünya gənclərlə dəyişəcək. Amma biz sübut etmişdik ki, artıq 2022-ci ildə, bundan öncə də 2020-ci ildə Vətən müharibəsində biz sübut etmişdik ki, Azərbaycan gəncliyi dəyişiklik yaradan gəncliyidir. İlk növbədə o gənclərə eşq olsun demək istəyirəm. Onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi gecə-gündüz şaxtalı, qarlı havada oradadılar. Öz haqlarını tələb edirlər və bir də Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Və bunun bir addımlığında separatçılar dünyaya tamamilə yalan bir informasiya ötürməklə məşğuldular. Və birincisi, hər kəs bunu artıq gördü ki, orada blokadadan söhbət gedə bilməz. 400-ə yaxın sülh məramların yük avtomobili, bu hələ bir ay olmayıb, oradan keçiblər. Və əlbəttə ki, oradan keçən, hətta bu aksiya qədər keçən bütün deməli, nəqliyyat vasitələri nəzarət altındaydı. Və biz hardan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi aldadmaq istəyirlər, belə primitiv səviyyədə. Hardan biz öyrənmişik ki, İran vətəndaşları 20-yə yaxın qanunsuz ora giribdir, onların bütün pasportları da var. Bu haqda da bizə hər hansı bir izahat verilmir. Yəni biz hər şeyi görürdük, hər şeyi bilirdik və bilirik ki, Rusiya sülh məramlı kontingentinin yük maşınlarının ayda sayı nə qədərdir? Nə qədər girir, nə qədər çıxır? Və indi nə qədər girir, nə qədər çıxır? Və təbii ki, onlar orada yaşayan ermənilər üçün ərzaq da aparırlar və digər lazım olan vasitələr aparırlar. Və biz buna etiraz eləmirik. Bizim məqsədimiz blokada deyil. Qırmızı xaç neçə dəfə müraciət edilibsə, icazə verilib. Ona görə bu sadəcə olaraq növbəti anti-Azərbaycan şousudur. Buna başqa ad mən verə bilmərəm. Ermənilər və onların havadarları bizə qarşı bundan istifadə etməklə hesab edirlər ki, nə isə əldə edəcəklər, heç nə əldə etməyəcəklər. Bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir. Bizi faktiki olaraq o qanunsuz istismar edilən mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişlər, güya ki, hansı etirazçılar çıxmışdı. Bizim ora çıxışımız olmayana qədər yəqin ki, bu aksiyada davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitoring, təftiş, istismarın dayandırılması tələb edilir və buna biz nail olacağıq. Ona görə Laçın Xankəndi yolunda baş verən hadisələrə blokada demək sadəcə olaraq insafsızlıqdır. Mən demişəm, bir də demək istəyirəm ki, orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi. Onların hüquqları da, onların təhlükəsizliyi də. Və bu günlərdə baş verən hadisə, o bir nəfərin ora qaytarılması, özü əli dolu qaytarılması, 2 blok siqaret ona verdilər. Çünki gəlmişdi siqaret xahiş eləməyə. Onu göstərir ki, biz onların nəinki hüquqlarını və təhlükəsizliyini təmin edəcəyik. Onlar daha yaxşı yaşayacaqlar. Ehtiyaclarını. Əlbəttə. Bizim əlimizdə nədir ki bu? Heç nə. Bir neçə gün bundan əvvəl Rusiya sülh məramlarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin Azərbaycan ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib.
ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib. Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb. Bugün Şuşada Xankəndi-Laçın yolu üzərindəki aksiya yerində həmin dinc erməni sakin Xankəndiyə yola salınıb. Bu fakt bir daha Azərbaycanın humanist mövqeyini, aksiyanın dinc xarakter daşıdığını, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdirib. Digər tərəfdən erməni sakininin kömək üçün müraciəti Qarabağda Ruben Vardanyanın girovuna çevrilmiş 25-30 min nəfərlik erməni əhalisinin hansı vəziyyətdə saxlanıldığını, onların xoşbəxt həyatının təhlükəsizliyinin ancaq və ancaq Azərbaycan dövlətindən asılı olmasının nümunəsidir. Əgər vaxtı ilə bizə qarşı bu separatçı hərəkət başlamasaydı, bugün onlar da Azərbaycanın bütün başqa yerlərdə olduğu kimi yaşaya bilərdilər. İndi onların yaşadıkları mənzərə göz önündədir. İndi onu gedib görənlər var, hansı şəraitdə yaşayırlar. Ona görə kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır, gedə bilərlər. Ya özləri gedə bilərlər, heç kim onlara maneçilik yaratmayacaq. Ya sülh məramların o tent altındakı yük maşınlarında gedə bilərlər, avtobusda gedə bilərlər. Yol açıqdır. Bu proses öz-özünə sistemə çevrildi. Heç kim ayrıca göstəriş vermirdi, amma hamı başa düşürdü ki, buranı boş qoymaq olmaz. Bu artıq fərdi qərar deyildi, bu kollektiv davranış idi. Hava çox vaxt çətin olurdu. Soyuq, külək, gecə. Açıq ərazidə uzun müddət qalmaq fiziki baxımdan asan deyildi. Temperatur aşağı düşürdü, külək açıq sahədə daha sərt hiss olunurdu. Gecələr isə vəziyyət daha çətin olurdu, amma buna baxmayaraq insanlar qalırdı. Çünki məsələ artıq rahatlıq deyildi, məsələ qərar idi. Şuşa Xankəndi-Laçın yoluna ilk gələndə bəlkə də bir çoxumuz bu prosesin bu qədər uzun, bu qədər təsirli olacağını düşünmürdük. Amma içimizdə dəqiq olan bir şey var idi ki, daha kifayətdir. Torpaqlarımızın talanmasına, sərvətlərimizin daşınmasına artıq səssiz qala bilməzdik. Bir gənc olaraq, bir vətəndaş olaraqdan burada olmaq mənim üçün məcburiyyət deyil, bir vicdani borcu idi. O 138 günə baxanda ağlıma ilk gələn Şuşanın sərt, soğuq gecələri idi. Bəzən fiziki olaraqdan çox çətin olurdu. Amma maraqlısı da budur ki, bizə o çətin kimi gəlmirdi. Qəribə bir məqam var idi. O tonqalın ətrafına toplaşanda, o şüarları səsləndə heç birimiz üşümürdük, heç birimiz yorulmurdu. Əksinə hər gün daha möhkəm dayanırdıq. Çünki biz burada Azərbaycanın gələcəyini qoruduğumuzu bilirdik. Meşələrimizin talanmasında, təbii sərvətlərimizin daşınmasında bu şüarlara yox deyərkən əslində dünyaya bir mesaj verirdi. Bu torpaqların sahibi bizik, biz bu torpağa qayıtmışıq. Və ən vacibi budur ki, biz Azərbaycan gənci olaraqdan lazım gələndə bir yumruq kimi, dəmir yumruq kimi birləşməyi bacardıq. Bugün geri baxanda sadəcə bir his var, qürur hissi. O günlərin bir parçası olmaq, o mühitdə olmaq, o insanlara çiyin-çiyinə orada dayanmaq mənim üçün böyük bir şərəfdir. Ekoloji cinayetlerine son! Ekoloji cinayetlerine son! Azerbaycan ayaktır, servetine dayaktır! Azerbaycan ayaktır, servetine dayaktır! Növbə sistemi yarandı. Bu sistem aksiyanı saxladı. Bu prosesin ən vacib elementi idi. Çünki fiziki mövcudluq fasiləsiz olmalı idi. Əgər fasilə yaranardısa, bütün proses zəifləyərdi.
yolun başqa tərəfi də var idi. Burada Rusiya sülh məramları yerləşirdi. Amma eyni ərazidə. Hamı eyni ərazidə idi, amma fərqli mövqedə. Açıq qarşıdurma olmadı, amma gərginlik hiss olunurdu. Bu gərginlik açıq şəkildə yox, vəziyyətin özündə hiss edilirdi. Azərbaycan könüllüsü olaraq dostlarımla birlikdə Laçın-Xankəndi yolunda keçirilən ekoloji aksiyanın ilk gündən etibarən burada olmuşam. Bir gənc kimi 138 gün ərzində bu ərazidə soyuqda, çətin şəraitdə bir yumruq kimi birləşmək həm bizə məsuliyyət, həm də qürur hissi verdi. Şüarlarımızda dediyimiz kimi təbii sərvətlərimizə dayaq olduq və bütün dünya ictimaiyyətinin diqqətinə çatdırdıq. Hadisə təkcə Xankəndi-Laçın yolunda qalmadı. Dünya mediasına çıxdı. Bəzi beynəlxalq media qurumları bunu humanitar problem kimi təqdim etdi. Blokada ifadəsi tez-tez istifadə olunurdu. Azerbaijan claims the blockade was set up by environmentalists, but Armenia says they are government agitators. Armenia's parliament accused Azerbaijan of causing a shortage of food, medicine and fuel for its 120,000 people in Nagorno-Karabakh. But the demonstrators deny they're blocking the road. At this children's hospital, one mother says there is a shortage of medicine. Empty supermarket shelves in Nagorno-Karabakh are signalling a simmering land dispute between neighbors Azerbaijan and Armenia could be coming back to the boil. Digər tərəfdən Azərbaycan bu yanaşmanı qəbul etmirdi və bildirirdi ki, yol açıqdır, keçidlər var və əsas məqsəd nəzarəti təmin etməkdir. Bu isə informasiya müstəvisində də qarşıdurma yaratdı. Aksiya iştirakçıları gecə, gündüz, soyuq, şartda demədən öz etirazlarını davam etdirirlər və şüarlar səsləndirirlər. Həmçinin yolu da açıq saxlayırlar və bu bir daha göstərir ki, Azərbaycanlı ekofəallar heç bir halda yolu nəqliyyat vasitələri üçün bağlı saxlamır və bu hazırda gördüyünüz görüntülər də bunun əyani sübutudur. Səhər saatlarından düz bu saata qədər aksiyanın keçirildiyi ərazidən 15 maşının təhlükəsiz keçidi təmin edilib. Onlardan 8 Rusiya sülh məramlarına məxsus yük maşınları, ikisi minik maşını, ikisi təminat maşını idi. Onlardan geriyə qalan 3 avtomobil isə Beynəlxalq Qızıl Xaç Komitəsinə aid avtomobil kolonundan idi. Bura gələn hər kəs bir məqsədi var və Azərbaycan ərazisində baş verən ekoloji terrora son qoyulmasını tələb edirlər. Mütəmadi olaraq, fasiləsiz olaraq bu şüarlar səsləndirilir. Some kind of people protesting here because Baku claims that they believe Armenia is using this ferry road illegally to export Azerbaijani natural resources. Və nəticədə 23 aprel 2023-cü ildə burada sərhəd buraxılış məntəqəsi quruldu. Möhtərəm Prezident, Cənab Müzəffər Ali Başkomandan, məruzə edirəm ki, tapşırığınıza uyğun olaraq Azərbaycan-Ermənistan dövlət sərhədində Həkəri çayının üzərindəki köprünün üstündə fəxarət rəmzimiz olan üstənkli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Başkomandan, Qarabağ, Azərbaycan! Bu yeni mərhələ idi. Bu mərhələdə artıq nəzarət fərqli şəkildə həyata keçirilməyə başladı. Bir neçə gün sonra
aksiya dayandırıldı. 28 aprel 2023-cü ildə. 23 aprel 2023-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən suveren ərazilərimizdə Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət buraxılış məntəqəsinin qurulması isə hər bir Azərbaycan vətəndaşı kimi bizi də qurulandırır və sevindirmişdir. Çünki sərhəd nəzarət mexanizminin yaradılması yolda hərəkət üzrə şəffaflığı, qanunun aliliyi və hərəkətin təhlükəsizliyini təmin etməklə istənilən təxribatın qarşısına alınmasına yönəlmiş bu qətiyyətli addım həm də aksiya iştirakçılarının qismən hədəflərinə çatması deməkdir. Bəyan edirik ki, Rusiya sülhməramlıq kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlıq kontingentinin komandanlıqlarından tələblərimiz qüvvədə qalır. Və bu tələblər yerinə yetilməyəcəyi halda aksiyanın yenidən bərpa olunması hüququ öz əlimizdə saxlayırıq. İnsanlar getdi, amma proses bitmədi. Sadəcə başqa formaya keçdi. Dövlətin nəzarət formasına. Laçın yolu üzərində baş verən təkcə bir aksiya deyildi. Bu, Azərbaycan ərazisi üzərində nəzarətin necə bərpa olunduğunu göstərən real proses idi və bu proses vətəndaş təşəbbüsü ilə başladı. Fasiləsiz fiziki mövcudluqla davam etdi və nəticədə dövlət nəzarəti ilə təmin olundu. Aylarla davam edən bu mövcudluq bir şeyi aydın göstərdi. Bu ərazilər sahibsiz deyil və bu reallıq dəyişilməzdir.